Heç düşünmüşsünüzmü ki, geyindiyiniz paltardan tutmuş sürdüğünüz maşınadək verdiğiniz qərarlar əslində tamamilə sizə aid deyil, həyatımıza gizlicə yön verən bu görünməz qüvvələr var. Gəlin bugün onları birlikdə kəşf edək. Hər şey əslində çox bəsit bir sualla başlayır. Təsəvvür edin ki, vacib bir tədbirə hazırlaşırsınız və dərhal dostunuza zəng edib soruşursunuz, nə geyinəcəksən? Bax, bu adi sual əslində düşündüyümüzdən daha dərin bir həqiqəti, yəni qərarlarımızın arxasındakı psixologiyanı ortaya çıxarır. Bəli, bu sadə sualın cavabı marketinq və psixologiyanın dərinliklərində gizlənən çox güclü bir konsepsiyadadır. Bu, bizə göstərir ki, seçimlərimiz heç də təkcə şəxsi zövqümüzün nəticəsi deyil. Biz əslində davamlı olaraq fərqində olmadan başqalarına baxıb qərar veririk. Və budur, həmin o anlayışın adı referent qrupu. Gəlin sadələşdirək. Bunlar bizim özümüzü müqayisə etdiyimiz, davranışlarımızı, standartlarımızı müəyyən etmək üçün bir növ istinad nöqtəsi kimi istifadə etdiyimiz insanlardır. Onlar bizim üçün normal olanı müəyyən edirlər. Yaxşı, bəs bu qruplar niyə bu qədər güclüdür? Çünki onlar bizim dünyaya baxışımızı, münasibətimizi, arzularımızı və nəyin dəyərli olduğu anlayışımızı formalaşdırır. Xüsusilə də geyim, avtomobil, telefon kimi başqalarının birbaşa gördüyü məhsulları seçərkən bu təsir pik nöqtəsinə çatır. Çünki bu əşyalarla biz kim olduğumuzu və hansı qrupa aid olduğumuzu dünyaya nümayiş etdiririk. Deməli, bu referent qruplar əslində həyatımıza 3 fərqli şəkildə təsir edir. Gəlin elə birincisi ilə başlayaq, aid olduğumuz qruplar. Yəni bizim onsuz da bir parçası olduğumuz insanlar. Buna psixologiyada asosiativ qrup deyilir. Mənası da çox sadədir. Bu, sizin həqiqətən də üzvü olduğunuz hər hansı bir qrupdur. Məsələn, iş yoldaşlarınız, dost çevrəniz və ya üzvü olduğunuz bir idman klubu. Məsələn, universitetdəki tələbə təşkilatları, məzunlar assosiasiyaları və hətta müasir dövrdə müəyyən bir brendin pərəstişkarlarından ibarət icmalar bu qrupa aiddir. Bunlar o qədər aydın şəkildə müəyyən olunur ki, marketoloqlar üçün də birbaşa hədəfə çevrilirlər. Brend icmaları isə bunun bəlkə də ən güclü nümunələrindən biridir. Götürək məsələn Harley-Davidson motosiklet sahibləri üçün yaradılan Harley Owners qrupu. Onlar üçün bu sadəcə bir motosiklet sahibi olmaq demək deyil, bu ortaq bir kimliyi, eyni dəyərləri paylaşan bir cəmiyyətə, hətta bir ailəyə aid olmaq deməkdir. İndi isə gəlin ikinci növ qrupa keçək. Bunlar aid olmadığınız, amma bir gün o insanların arasında olmağı arzuladığımız qruplardır. Yəni heyran olduğumuz qruplar. Psixologiyada bunlar arzu edilən qruplar adlanır. Bu qruplar bizim üçün bir növ ideal kimidir. Biz ya onlara üzv olmağa can atırıq, ya da ən azından onlarla eyni dəyərləri paylaşdığımızı düşünərək özümüzü yaxşı hiss etmək istəyirik. Məsələn, bu, uğurlu bir peşəkar cəmiyyət ola bilər, çempion bir idman komandası və ya heyranlıqla izlədiyimiz sənətçilər qrupu. Onların həyat tərzi, standartları bizim üçün bir hədəfə, çatmaq istədiyimiz bir zirvəyə çevrilir. Aha, bax, marketinqin ən klassik taktikalarından biri də məhz buradan yaranır. Brendlər reklamlarda məhsullardan istifadə edərək öz məhsullarına heyran olduğumuz insanlarla eyniləşdirirlər. Beləcə, bizim o arzu etdiyimiz qrupun bir parçası olmaq istəyimizi birbaşa hədəf alırlar. Və nəhayət gəldik üçüncü və bəlkə də ən maraqlı qrupa, nəyin bahasına olursa olsun, bir parçası olmaq istəmədiyimiz, hətta fəal şəkildə özümüzü uzaq tutduğumuz insanlar. Bu qruplar dissosiativ qruplar kimi tanınır. Bu insanlar bizim dəyərlərimizə və ya həyat tərzimizə o qədər ziddir ki, onlarla eyni cərgədə görünməkdən belə çəkinirik. Əslində biz kim olmadığımızı məhz bu qruplardan uzaq duraraq müəyyənləşdiririk. Brendlərin bu prinsipdən necə istifadə etdiyinə dair 2 heyrətamiz nümunə var. Dinləyin. Məsələn, Apple şirkəti filmlərdəki mənfi obrazların, yəni pis adamların öz məhsullarını istifadə etməsinə qətiyyən icazə vermir. Amma daha da maraqlısı, Abercrombie & Fitch brendi bir vaxtlar çox mübahisəli bir reality şounun iştirakçılarına onların geyimlərini geyinməmələri üçün pul təklif etmişdir. Bəli, düz eşitdiniz, geyinməmələri üçün. Və şirkətin səbəbi çox açıq idi. Brendin rəsmi açıqlaması onsuz da hər şey deyir. Bu cür assosiasiya brendimizin arzulanan təbiətinə ziddir və pərəstişkarlarımızı məyus edə bilər. Başqa sözlə desək, onlar öz brend kimliklərini bu neqativ qruplardan qorumaq üçün hər şey etməyə hazır idilər. Beləliklə, gəlin bütün bu məlumatları bir yerə yığaq və bunun sizin gündəlik qərarlarınız üçün əslində nə demək olduğunu anlamağa çalışaq. Deməli, istər şuurlu, istərsə də şuursuz şəkildə qərarlarınıza hər zaman 3 əsas qüvvə təsir edir. Assosiativ, yəni aid olduğunuz insanlar, arzu edilən, heyran olduğunuz və bənzəmək istədiyiniz insanlar və dissosiativ, onlardan biri olmaqdan qətiyyən çəkindiyiniz insanlar. Və əsas nəticə budur ki, bu 3 qrup birlikdə sizin standartlarınızı, zövqlərinizi və hətta kimliyinizi davamlı olaraq formalaşdırır. Onlar nə aldığınıza, nə geyindiyinizə və hətta necə düşündüyünüzə hər gün, hər an təsir göstərir. Beləliklə, bu izahatın sonunda sizi bu sualla baş-başa buraxıram. İndi ki, bu gizli qüvvələri tanıyırsınız, bir anlıq özünüzə sual verin. Ətrafınızdakı insanlar, heyran olduğunuz şəxslər və uzaq durmaq istədiyiniz qruplar sizin qərarlarınıza əslində nə qədər təsir edir? Sizin həyatınızın standartlarını həqiqətən kimlər müəyyənləşdirir?